Ona görə Allah bizə belə bir qayda deyir. Deyir ki, mənə sevdir özünü. Mən səni sevsəm, başqalarına da səni sevdirim. Özünü dağa daşa vurma. Qəlblər mənim əlimdədir. Mən səni sevim, məhəbbəti ürəklərə salıb. Gedib ona buna xidmət eləyib simovu itirmə. Xidmət eləyi Allah üçün elə. Cəmaatın könlünü ələ almaq üçün öz simovu, öz şəxsiyyəti itirmə. Hədisdə var, Allah 2 dəfə gülür. Allah gülməz, Allahda gülmək. Bu hədislər istəyir bizə çatdırsın ki, adam məsələn necə olur gülür. Gülmək sözü bizə yaxındır deyə ondan istifadə edir. Allah 2 yerdə gülür. Harda gülür? Bir nəfər xalqın qəlbində yer tutur. Cəmaat onu çox istəyir. Cəmaatın ona məhəbbət var. Bir dəstə çalışır, onu cəmaatın gözündən salsın, Allaha gülmək tutur onda. Bir bunlara bax, Mən sevdirdiyim adamı bunlar gözdən salmaq istəyir. Cəmaatın qəlbi mənim əlimdədir. Bunun məhəbbətin ürəklərinə salmışam. Bir dəstə gecə-gündüz çalışır ki, bunun sevgisini ürəklərdən çıxartsın. Allah onda gülür. Hədis belə buyurur. İkincisi budur ki, cəmaatın bir adamdan azığı gəlir. Cəmaatın bir adamdan azığı gəlir. Bir dəstə çalışır, onu cəmaata sevdirsin. Allah baxır, yenə deyir, bunlara bax. Bunlar elə bilir qəlblərə daxil edə biləcəklər. Qəlblər mənim əlimdədir. Mən bunu sevdirməmişəmsə, nə edirsən, elə sevməyəcəklər onu.